Tamam Cennet Hanım. Sağ olun. Bayramınız mübarek. Ben yukarıdalar. O fayda değil. Allah sizden razı olsun. Bahçe kimi sizlere çok teşekkür ederim. Allah çok size uzun ömür versin. Can sağlığı versin ki beni evine təmir elədiniz. Siz sağ olun. Yani hamısı bunlar dediğim gibi ölkə prezidentinin bizlere tövsiyesidir, tapşırığıdır. Bizim de borcumuzdur ki o tapşırıq tövsiyelere ciddi əməl edək. Sağ olun. Yine diyelim hayırlı olsun. Burada size hoş günler arzulayırıq. Sevinçli günler arzulayırıq. Elədik, amma fikirləşdik. Birinci elə bu şərait yaranan kimi dərhal mən dedim ki, onun Kamila xanıma verəcəyik biz. Amma təmin edəcəyik, şərait yaradacağıq ki, orada gəlib rahat yaşayabilsin. Bu sizin haqqınızdır, yenə deyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid anası kimi təkrar edirəm, sizin haqqınızdır ki, mənzillə təmin olmasınız, mənzildə yaşayasınız. Və mən fikirləşdim, yeni il ərəfəsində bizim mən elə qarşıda məsələni qoymuşdum ki, biz o evi hazırlamalıyıq. Yeni il ərəfəsində Kamila xanımı o evə keçirməliyik, mənzilə keçirməliyik ki, yeni ili öz mənzilində qeyd eləsin. Təkrarən deyirəm, bu hamımız üçün vazif bir məsələ idi. Cənab Prezidentin bizim qarşımıza qoyduğu vəzifədir, şəhid ailələrlə diqqət göstərmək, qayğı göstərmək. Biz də fikirləşdik ki, bax, belə bir gündə bu mənzili təmir etmək nəsizə verək. Və burada bayramı burada keçirəsiniz, şadyanlıqla keçirəsiniz. Artıq o həmişə yadındadır, qəmli, kədərli dayanırdınız. Və bir dəfə o sözü eşitdim ki, mənim şəhidimin şəkili harada olmalıdır. O söz mənə çox ciddi təsir eləmişdi ki, biz düz deyir, haqqımız var deməyə. Yəni, bax, bu şəkili burada gördüm, bu lövhəni burada gördüm. O şəhidimizin, Allah qəni-qəni rəhmət eləsin bütün şəhidlərə. Və yenə göstərəm deyirəm. Bu ən azı hər birimizin bir təsəllidir ki, şəhidimizin şəkili öz evində, anasına məxsus olan evdə asıldı və şəhidimizin ruhu indi şaddır. Ruhu şaddır ki, artıq ana mənzillə təmin olunub, ana yaddan çıxmayıb, ana dövlət tərəfindən dəstək göstərildi və təbii ki, mənzil problemi səbəbini tapdı. Artıq sabahki günün bayramını bu öz mənzilimizdə keçirəsiniz. Bir daha deyim, xeyirli olsun. Allah prezidentimizə can sağlığı versin ki, bütün şəhid ailələrinə, qazilərə diqqət göstərir, qayğı göstərir. Və əlbəttə ki, onun bizə tapşırığıdır, tövsiyəsidir ki, biz də yerlərdə onun verdiyi tapşırığa, tövsiyəyə uyğun hər bir şəhid ailəsinin, hər bir qazinin problemləri ilə maraqlanaq və təbii ki, əlinə köməklik göstərək. Burada indi bəzi ev əşyalarının da biz dedik, təmin olunsun, ən azı minimum şəraitdə yaşamaq üçün. Gələcəkdə başqa suallar olacaqsa, problemlər olacaqsa, çalışmağa da kömək edərik. Amma bugün, yenə deyirəm, bugün minimum şərait yaradılıb ki, siz burada yaşaya biləsiniz, bayramı öz mənzilinizdə keçirə biləsiniz. Ona görə mən açarı sizə bir təqdim edirəm, mənzilin açarını. Mənzilin açarını mən sizə təqdim edirəm. Çoxlu xeyirli olsun deyirəm bir daha. Bir daha arzu edirəm ki, burada xeyirli günlər yaşasınız, sağlam həyat yaşayasınız, hər şey qaydasında olsun, üzünüz gülsün burada. Belə səhər yuxudan duranda, şəhidimizin lövhəsinə baxanda, şəklinə baxanda təsəlli tapasınız ki, şəhidimiz öz mənzilinizdədir, hər an, hər dəqiqə sizin yanınızdadır.